Bir dəfə Peyğəmbər sallallahu aleyhi və aleyh Əbu Zərə dedi: Ey Əbu Zər, biz sənə desək ki, İmam Əli əleyhissalam şərab içdi, nə deyərsən? Bu qəribə bir ifadədir. Peyğəmbər isə heç vaxt boş və qəribə bir söz deməz. Əbu Zər cavab verdi: Əli şərab içməz. Peyğəmbər sallallahu aleyhi və aleyh yenə dedi: Bəs biz sənə desək ki, İmam Əli şərab içdi, nə deyərsən? Əbu Zər yenə cavab verdi: Möminlərin əmiri şərab içməz. Peyğəmbər sallallahu aleyhi və aleyh buyurdu: Allah sənə bərəkət versin ey Əbu Zər, otur. Sonra Salmanı çağırdı və dedi: Otur Əbu Zər. Sonra o Salmanı çağırdı və dedi: Ey Salman, əgər sənə desək ki, İmam Əli əleyhissalam şərab içib, nə deyərdin? Salman cavab verdi: Deyərdim ki, şərab halaldır. Çünki siz demisiniz ki, Əli haqq ilədir və haqq da Əli ilədir.